yaşı da balaca olsa, boyu da balaca olsa məndən çoxdur. Biraz yorulduq. Baxdıq ki, mənim kimi yorulan bir dənə də dayı var burada. Sizi yoran bu bazar nədir ki, oturub kölgələnirsiniz? Onunla bağlanmışıq da abi, suda batmışla bağlanmışıq. Suda batmışla danışacağıq. Xoş gördük hər birinizi. Avtomobil bazarındayım. Bazarın girişində əməlli başlı bir xaotik vəziyyət yaşanır. Nə qədər maşın içəridə var və nə qədər də maşın bu saatlarda belə saat artıq 10-dur, bazara daxil olmaq istəyir. Bu isə o deməkdir ki, bazarda bu bazar bolluqdur. Bazara nə qədər maşın daxil olur, bazara bir əldən maşın gəlir. Dayanmadan bazara maşın daxil olur. Gedək görə içəridə vəziyyət nə yerdədir. Artıq içəridəki vəziyyət bəllidir. Biz girdik bazara. Kifayət qədər maşın var və əsas girişi belə artıq dolubdur və ki verirsiniz nə qədər maşın var və bu vəziyyətdə belə bazara girməyə çalışır. Digər maşın sahibləri, maşınını gətirənlər təbii ki, çoxdur maşın, həddindən artıq bu bazar çoxdur. Bunun da səbəbləri var, səbəblərini danışacağım. Diqqətlə axıra qədər videoya baxın, sizə maraqlı məqamlardan danışacağım. Getdik əsas hündürlüyə, oradan bazarın ümumi vəziyyəti ilə sizləri tanış eləməyə. Ümumi bolluğu sizə göstərirəm, bir daha tanış olun ümumi bolluqla, fikir verirsiniz. Bazarda nə qədər avtomobil var, xüsusilə də bax bu istiqamətdə, o hansı ki dolmayan yerlərdə belə artıq yer qalmayıbdır, hər yerdə avtomobil saxlayıbdır və bu dəqiqələrdə axın da bazara davam edir. Mən avtomobil çəkəndə, dəyərli izləyicilər, hər bir avtomobil sahibindən əvvəlcədən halallıq alıram, icazə alıram. Ondan sonra həmin avtomobili çəkib təqdim edirəm. Kimisi deyir ki, problem yoxdur, nömrəsi ilə bir yerdə çəkə bilərsən. Kimisi deyir ki, mənim avtomobilimin nömrəsi düşməsin. Təbii ki, bütün bunların hamısını mən nəzərə alıb ondan sonra həmin avtomobilin videosunu çəkirəm. Amma çox təəssüf ki, bəzi avtomobil satanlar məni həqiqətən də əməlli başlı məyus elədi və kanalımla bağlı ciddi təhlükəyə səbəb oldular. Və nədən ibarətdir bu təhlükə? Çəkdiyim avtomobillərdən birinin sahibi durub YouTube üzərindən mənə şikayət ünvanlayıb, mənə şikayət edib ki, bəs mənim avtomobilimin nömrəsi niyə düşüb? Hansı ki, həmin avtomobil satan qardaşdan xahiş elədim ki, çəkmək olarmı? Dedi, heç bir problem yoxdur. Hətta soruşdum ki, nömrəsi düşə bilərmi? Dedilər ki, heç bir problem yoxdur, çək. Amma mən çəkəndən sonra, materialı yayımlayandan sonra durub şikayət ediblər ki, bəs bizim icazəmiz olmadan şəxsi mülkümüzü və bizə aid məlumatlar paylaşılıb və s. kimi şikayətlər irəli gəlib. Təbii ki, bu şikayətlər birbaşa kanalım üçün ciddi təhlükədir. Mən məcburən həmin əziyyətimi, yəni birbaşa üstündən xətt çəkdim və həmin videonu paylaşdığım o videonu silmək məcburiyyətində qaldım videodan. Sizdən xahiş edirəm, əgər belə bir şey varsa, sonradan fikrinizi dəyişəcəksinizsə, bəri başdan deyin ki, qardaş, mənim maşınımın nömrəsini çəkməyin. Yəni, burada nə var ki, heç bir problem yoxdur, yəni hər şey əlimizdədir, çəkmə desən çəkməyəcəyik, mənim avtomobilimin nömrəsini yayımlama desəz yayımlamayacaq, amma durub əvvəlcədən razılıq verirsiniz, sonra da durub mənim kanalıma şikayət edirsiniz. Bu həqiqətən də heç bir formada, heç bir şeyə sığmır, nə insani keyfiyyətlərə, nə hansısa formada bizim özümüzə yaraşmır. Çünki cavanıq, yəni maşın satanların da əksəriyyəti cavan, ağlı başında insanlardır. Yəni durub bir-birimizdən şikayət eləmək, bir-birimizin işinə bu qədər problem yaratmaq həqiqətən də düzgün deyil. Heç nə, inşallah yaxşı olar və biz gedək maşın bazarına, sizlə müxtəlif avtomobillərin qiymətlərini tanış edəcəm və bir də bu bolluğun qarşısında, bu bazarda hansı alış-veriş var, ümumiyyətlə vəziyyət necədir, bu vəziyyətlə sizləri tanış edəcəm. Diqqətlə məni dinləyin, getdik biz bazara. Dəyərli izləyicilər, başladıq Amerikanka Kia Rio ilə 2019-cu ildir. Avtomobil təbii ki 1.6 mühərrikdir. Nə qədər gedib qardaş avtomobil? 44 min mil yürüyüşü var. Avtomobil premium komplektasiyadır. Kənardan baxanda bunu görmək olur. İndi interyeri ilə tanış olanda daha dəqiq biləcəyik. Ümumi vizual görünüşünü sizə təqdim edirəm. Bəli, Kia Rio 2019-cu il Amerika bazarı üçün nəzərdə tutulan avtomobildir. Arxa görüntülü kamerasını biz görürük. Ümumi vizual görünüşü səliqəlidir. Avtomobildə kosmetik hər hansı bir iş yoxdur. Bir məsələ var ki, avtomobil disk təkər deyil, qalpaqlandı təkərləri. Amma səliqəli vəziyyətdədir. Maraqlıdır ki, bu avtomobil Amerikadan gələndə başına hansı iş gəlib? Orada hər hansı bir qəzası olub mu, yoxsa yox? Qardaşdan soruşmaq istəyirəm. Çox cüzi bir zədəsi olub. Kapot, bir də sürücü tərəf kırılı olub. Dəyişib detallar, yoxsa özünündür? Özünündür, rənglənib. Hə, detallar da, yəni ön Hava yastığı açılmıyor. mühərrik xanı ilə sağ, sol qanadda, yəni qəzası olubdur, yüngül qəzası olub. Qardaş deyir ki, avtomobilin həmin detalları üzərində düzəlib, yəni detallar dəyişməyib. İndi biz daxil oluruq avtomobilin interyerini sizlə tanış eləməyə. Açırıq. Baxın, açarsız daxil olma yoxdur, təbii ki. Hə, mən baxanda görürəm ki, avtomobil
sadə komplektasiyada demək olmaz. Bir tık onun üstüdür. Çünki multiskandır, monitoru var kifayət qədər və start stopu yoxdur, parça salondur. Təqdim edirəm sizə ümumi görünüşünü, interyerin. Ümumi görünüşü, avtomobildə lük yoxdur. Oturacaqları parça olsa da çox səliqəlidir. Biz buradan avtomobilin ümumi yürüyüşünü də, orijinal yürüyüşünü də buradan görə bilirik. Diqqət yetirsəz, 44.683 mil yürüyüşü var avtomobilin, kruz kontrolu var. Ümumi görünüşü səliqəlidir deyə bilərəm. İndi arxa oturacaqla da salonla da sizlərə tanış edəcəm. Baxaq, daxil olaq. Burada qardaşın gödəkçəsi var. Bunu bir balaca bəri çəkirəm, göstərirəm sizə. Həqiqətən də avtomobil yürüyüşünə görə səliqəli vəziyyətdədir. Maraqlıdır ki, 2019-cu ilin bu Kia Riosunu qardaş neçə manata deyir? 20.700 manata deyirəm. Start qiymətini qardaş deyir ki, 20.700 manata deyirəm. Amma razılaşmaq olar. Sadəcə nömrəsi satılacaq. Nömrəsi qalacaq, yəni verməyəcəksiniz belə çıxır ki, hə? Bəli. Qardaş deyir ki, avtomobilin nömrəsi üzərində verilməyəcək. Bu avtomobil almaq istəyənlər yeni nömrə ilə təmin olunsun. Yəni özlərinə yeni nömrə ala bilər. Belə 20.700, niyə 700 maraqlıdır? 500 yox, 700. Qardaş deyir ki, nə bilim, o da mənim dediyim bir qiymətdir. İnşallah yaxşı olar, xeyirli müştərisi olar. Belə başladıq Amerikanka Kia Rio ilə və davam edirik digər avtomobillərlə sizi tanış eləməyə. Dəyərli izləyicilər, bir müddət öncə bazara ayaq açan, xüsusilə də Bakıya ayaq açan Nissan Note-lar var ki, 2018-17 buraxılış bu kuzovlardan danışıram, yəni bu gövdələrdən danışıram. Bu avtomobiller kifayət qədər hər kəs üçün maraqlıdır, xüsusilə də xanım sürücülər üçün bu avtomobiller maraqlıdır və bəzən də taksidə sürmək üçün bu avtomobilləri alırlar, çünki ili ümumi qiyməti və vəziyyəti ona şərait yaradır ki, bu avtomobillərə ehtiyac yaransın. İndi qarşımızda bu iki dənə Nissan Note var. Biri 2018-dir, qırmızı rəngdə olan və bu yaş asfalt rəngdə olan da 2017-ci ildir. İkisi ilə də bağlı detallı məlumatları sizlə tanış edəcəm. Başlayırıq avtomobilləri incələməyə. Avtomobillər 1-2 hibrid mühərriklə təchiz olunub. İkisinin də qiyməti 17 mindir. Birinci başlayırıq. Bu yaş asfalt rəngdə olan Note-un interyeri ilə sizi tanış eləməyə. Baxın, daxil oluruq içəri və biz burada nəyi müşahidə edirik? Böyük monitor qarşımıza çıxır. Avtomobil parça salondur. Start stopu var. Yəni multiskan, kruz kontrolu var burada. Yəni ki, premium salondur deyə bilərik avtomobil. Səliqəli salonu var. Avtomobillərin qiymətləri, bax, məhz bu tanış elədiyim bu Nissan Note-un, yaş asfalt rəngdə olan bu Nissan Note-un qiymətini qardaş 17 minə deyir. Təbii ki, ikisi də Yapondur. Yaponkadır. Yəni bu isə o deməkdir ki, bu avtomobillərin sükanı sağdan sola keçmədir. Bəli, biz buradan ön tərəfi də sizə göstəririk. Maraqlıdır, səliqəli vəziyyətdə avtomobil. İndi isə keçəcəyik bunun yaxınlığındakı, yanında dayanan bu qırmızı Note-un salonu ilə sizi tanış eləməyə. Elə buradan daxil oluruq interyerinə. Buradan göstəririk içərini, səliqəliliyini və biz keçəcəyik digər tərəfdən, sürücü tərəfdən, qapıdan içəri interyeri ilə tanış etməyə. Daxil oluruq. Bu da təbii ki, eyni komplektasiyadır biz burada görürük. Bunun da salonu səliqəlidir. Demək olar ki, bir-birinə çox oxşuyur salonları. Görürsünüz, sağdan sola keçmə artıq sürətlər qutusunun və bu pillələr istiqamətində ki, bax bu yazı əslində bu istiqamətində, amma bu tərəfdə olmalıdır. Bu isə onu deməyə əsas verir ki, avtomobil sükanında sağdan sola keçmədir. Amma yəni ki, kifayət qədər özünü doğrulduq bazarda. Bir çox adamlar bu maşınlara üstünlük verir və ümumi vəziyyəti ilə sizi tanış eləyirəm. İndi isə arxa sərnişin oturacaqlarının vəziyyətini göstərəcəm sizə. Çox səliqəlidir, çox yaxşı vəziyyətlidir avtomobil. Görürsünüz, yürüyüşləri nə qədər dediniz? Aha. Deməli, qardaş deyir ki, qırmızı rəngdə olan Note, bax bu qarşımızdakı 39 min yürüyüşdədir. Digər yaş asfalt rəngdə olan bu Note isə 50 min yürüyüşdədir. Bəli, hər ikisinin də qiymətini qardaş deyir ki, 17 min manat start qiymətləridir. Belə, bu maşında test çəkməyimi istəyirdiniz. Söhbət təbii ki, Toyota Agua'dan gedir. 2019-cu ildə, hə dayı? 2019-cu ildir. Yürüyüşü nə qədər gedib dediniz? 87 min yürüyüşdədir bu avtomobil. Son qiyməti 20 min manatdır. Vizual görünüşünü təqdim edirəm sizə. İlinə görə, ümumiyyətlə, qiymət baxımından, il baxımından bir çoxlarımız bunu alırıq taksidə sürmək üçün. Rəngi və s. belə deyək də, ekonom olduğuna görə, hibrid olduğuna görə
Sadə komplektasiyada avtomobil görürsünüz. Bu da bu avtomobillər də təbii ki, sükan sağdan sola keçmədə baxırsınız. Bu yazılar təbii ki, sürücü tərəfdə olmalıdır, amma sağdan sola keçdiyinə görə sükan burada olub, yəni sağ tərəfdə olub. Ona görə bu yazılar sürücüyə nizamlanmış istiqamətdə dayanıb. Sükan isə sonradan sola keçdiyinə görə bu yazılarda avtomatik olaraq qalıb. Pillələr qutusunun bu mexanizmin sağ tərəfində. Belə bilməyənlər üçün də onu o detalı sizə təqdim elədim. Nə qədər gedib maşın? 87 min. Hə. Elə uzağa getmirəm, çünki bir neçə izləyicim yazmışdı ki, nə olar bir dəfə də Şkoda çək, xüsusilə də Rapid bu modeldən gedir söhbət. 2019-cu ildə dayı 2021-dir, daha doğrusu 2021-dir. Çox maraqlı rəngi var həqiqətən də. Yəni göy olsa da çox qəşəng, yəni o parıldayan, çox belə unikal rəng deyə bilərik bu rəngə. Avtomobil disk təkərlə təmin olunub, yaxşı vəziyyətdədir görünüşü. 2021-ci ildir. Bəli, Şkoda Rapid. Avtomobil indi daxil olacaq interyeri ilə sizi tanış eləməyə. Buradan keçirik. Mən hələ ki avtomobildə lük görmürəm. Təbii ki, sonradan da bunu görməyəcəm, çünki avtomobildə lük yoxdur. Biz buradan daxil oluruq, nə ilə tanış oluruq? Sadə komplektasiya olduğunu görürük. Avtomobil avtomat, yəni ki, pillələr qutusu ilə təmin olunubdur. Biz burada böyük monitor görürük. Təbii ki, start stopu yoxdur. Sadə komplektasiya olduğuna görə avtomobilin burada real yürüyüşü ilə tanış olmaq istəyirəm. Deməli, avtomobil 88 min yürüyüşdədir. Bunu buradan görə bilirik. Çox səliqəli interyeri var. Parça salon olsa da biz arxa sərnişin oturacaqları ilə də sizi tanış eləyəcəyik. Çox genişdir həqiqətən də. Yəni kənardan elə bir təəssürat bağışlayır ki, sanki avtomobilin içərisində əyləşmək biraz çətinlik yarada bilər, amma baxanda görürsən ki, avtomobilin salonu həqiqətən də çox genişdir. Zəhmət olmasa yük yerində aça bilərsiniz. Biz buradan disk təkərin ümumi vəziyyəti ilə sizi tanış edirəm. Baxın, təkərləri təzədir, əladır. Disklərdə hər hansı formada cəzalama edilmə yoxdur. Yük yerinin böyüklüyünə baxın, dəyərli izləyicilər. Mən yəni həqiqətən də yük yeri açılanda şok oldum. Görün nə boyda bir yük yeri var. Burada 3-4 nəfər girib uzana bilər də, yəni o dərəcədə bir böyük yük yeri var. Həqiqətən də yəni kifayət qədər də yük daşıyanlar üçün əlverişli bir yük yeri var bu Şkodanın. Daha neçə deyirsiniz qiymətini, start qiymətini? 18 yarıma start qiymətidir. Maşında qəza və s. olub yoxsa yox? Bir nöqtə qəza deyir, olmayıb dayı deyir. Heç bir formada bu avtomobildə qəza olmayıb. Avtomobilin qiyməti isə 18.500 manatdır. 2021-ci il. Dəyərli izləyicilər, ilinə və vizual formasına, görünüşünə baxanda demək olur ki, yaxşıdır. İli də yaxşıdır, məncə qiyməti də əladır. Bu da bunun farları. Nə qədər maşın var bazarda, aralarından keçməkdə belə çətinlik çəkirəm. Çox sayda maşın gəlib, çox sayda maşın çıxarılıb bu bazara və əməlli başlı bolluq var. Onu da deyim ki, bu bolluqla paralel olaraq alıcılar da var, alıcılar da gözə dəyir. Alıcılar demək olar ki, çoxdur, hər yerdə aktivlik var. Maraqlıdır ki, bəs alqı-satqı necə? Yoxsa bunlar da gəliblər bu bazar maşınların sadəcə qiymətlərini soruşmağa. Onu irəliləyən dəqiqələrdə daha dəqiq biləcəm və təbii ki, hələ ki müşahidə aparıram və sizlə bu məlumatı da daha dəqiq formada paylaşacağım. Hatchback Kia Rio tapmışam burada. Servisdir. 2018-ci ildə qara rəngdədir. Və fırlanıram bu avtomobili göstərməyə sizə. 2018-ci ildə yenə qeyd edirəm ki, və yenə də qeyd edirəm ki, avtomobil servisdir. Nə Koreya deyil, nə Amerikadan gəlməyibdir. Lükü var avtomobilin. Belə, avtomobil sadədir. Start qiyməti nədir, qardaş? 19.000 manat da start qiymətidir. Nə qədər gedib avtomobil? 115 mində yürüyüşü var bu avtomobilin. Qapını açanda da priborda mən gördüm bunu. Təbii ki, idarə etmə panelində 115 min görürsünüz yürüyüşü var. Avtomobil səliqəlidir, parça oturacaqlardır. Parça olsa da çox səliqəli vəziyyətdədir. Qiyməti də məncə yaxşıdır. 19.000 manat. İli də 18. 2018 də ilidir. Hələ real alqı-satqı görməsəm də maşınlarla maraqlanan çox sayda burada alıcı görürəm. Aşağı-yuxarı gəzirlər. Məsələ, bax, bu kruzla maraqlananlar var. Və bunu göstərmək istəyirəm sizə. Fikir verirsiniz. Bu kruzla maraqlanırlar və bunu qoyub keçirlər. Digər kruza ona da baxırlar. Belə. Bu kruzla maraqlanırlar. Oturub xodlayacaqlar, sürəcəklər, ona baxacaqlar. Görürsünüz. Kruz həvəskarları bazarda var.
İstər satan, istər alan. 2010-cu ildir. 37.000 manata deyirlər. Bu Toyota Land Cruiser Prado deyək, nə deyək? Toyota Prado deyək, ən yaxşısı 2010-cu ildir. 2.7 mühərrikdir. Açırıq avtomobilin interyerini göstərmək sizə. Dəri oturacaqlardır. Avtomobil çox səliqəli vəziyyətdədir. Oturacaqların idarə olunması və s. mən görmürəm. 107.000-də deyir, orijinal yürüşdədir avtomobil. Ümumi görünüşünü sizə təqdim edirəm. Arxa oturacaqları və s. çox səliqəli vəziyyətdədir, düzdür. Biraz əl gəzdirib, salafanlayıb eləyib qardaş. Təbii ki, müştəri cəlb etmək baxımından. Və bu avtomobillə neyirlər, maraqlanırlar. Söhbət real alanlardan gedir ki, bu avtomobillə faktiki olaraq maraqlanırlar. İndi keçəcəm digər hissəsini avtomobilin. Təqdim etməyə çalışıram. Qardaş 107.000 dediniz də yürüşü. Servislə, hə? 37.000 manat. 35.000 manat. Avtomobil ilin də dediyi 2010-cu ildir. Qəzası, vuruğu və s. olub, yoxsa yox? Heç bir yerində deyil, qardaş, kraska olmayıbdır və avtomobilin də start qiyməti 35.000 manatdır və bu avtomobillə də maraqlanırlar. Bildiyimiz dörtgöz, güzgülərindən 2000-ci ilə oxşuyur, 2001 və s. Ətrafına çox sayda alıcı toplaşıb, avtomobillə baxırlar, detallı şəkildə izləyirlər, incələyirlər və maraqlıdır ki, bunun qiyməti neçədir və ili də doğrudan da mənim dediyim kimidir, yoxsa yox. Bir də təbii ki, mühərriki maraqlıdır. Yürüşünü də ki, soruşmuram, dörtgözdən yürüş soruşmazlar, deyirlər. Faktiki olaraq avtomobillə əməlli başda maraqlanırlar, detallı şəkildə incələyirlər. Almaq da təbii ki, fikirləri bu qardaşların. Göstərəcəm sizə detallı şəkildə. Allah bazar versin qardaşlar. Səliqəli dörtgözdür. Mən interyerini də sizinlə tanış eləyəcəm. Bəli. Trasın deyirlər şahı var, ha, bax odur bu. Neçədir mühərrik qardaş? Allah bazar versin. Mühərrik nədir? 2.7 CDI. 2001-ci ildir, 2001-ci ildir, bəli, dediyim kimi 2001-ci ildir. Avtomobil neçə deyirsiniz? 16.800 edir qardaş. 2.7 CDI mühərrikdir, yəni dizel mühərrikdir. Baxın. Görürsünüz. Bu da bunun mühərriki 2.7 CDI 2001-ci ilin dörtgözüdür. Qardaş 16.500 manata deyir və real alıcısı başının üstündədir. Bu avtomobillə ciddi şəkildə maraqlanırlar. Yəqin ki, almaq istəyirlər. Sərgəli şəkildə sizə təqdim elədim bu avtomobili. Həqiqətən də Keşka dörtgöz bazarında bir canlanma var. Maşınla maraqlananlar çoxdur, görürsünüz. Burada da bir dörtgöz var. Bu da 2001-ci ildir. Ona da baxırlar. Bu da qara rəngdədir. Bunun da buradan yavaşca daxil olub interyeri ilə sizə tanış eləyəcəm. Çox səliqəli interyeri var həqiqətən də. Qardaşlar, həqiqətən də ilinə baxmaq, ilini bir tərəfə qoymaq lazımdır. Bu maşınlar 25 ildən çox sürülür. 26 ilin maşını, 25-26 ilin maşını olmağına baxmayaraq, günümüzün bugünkü gününə qədər bu vəziyyətdə səliqəli formada gəlib çıxıbsa, deməli bu maşınlar hələ də öz keyfiyyətini qoruyub saxlayır. Görürsünüz oturacaqların vəziyyətini. Hansı ki 2-3 il salondan çıxan avtomobillər heç bu səliqədə, bu keyfiyyətdə qalmır. Ona görə də bu maşınları, bu dörtgözləri sevənlər bazarda hələ də çoxdur. Xüsusilə də bölgədən gəlib alanlar çox olur. Burada da daha bir dörtgöz var. Çox qəşəng formada farların və s. dəyişdiriblər. Baxın, göstərəcəm sizə. Burada dayandırırıq, amma davam eləyəcəyik. Niyə? Çünki çox sayda bir-birindən maraqlı avtomobillər çəkmişəm. Video uzun olmasın deyə yarısını indi paylaşıram, yarısını da sonraki günlərdə paylaşacağım. Avtosazı izləmədə qalın. Bir-birindən maraqlı, indiyə qədər görmədiyiniz, maşın bazarında daha doğrusu çəkmədiyim avtomobilləri çəkmişəm. Bir də maraqlı məqamlara toxunmuşam. Xüsusilə də suda qalan avtomobilləri necə müəyyən etmək olar, necə baxmaq olar ki, biz suda qalan avtomobili gedib almayaq. Kanalı izləmədə saxlayın və biz sizə həmin videoları vaxtaşırı paylaşacağıq. Hələlik özünüzə yaxşı baxın.